Salam, axşamınız xeyir olsun. Artıq qoşulanlar qoşuldu, yavaş-yavaş da digərləri qoşular. Bundan əvvəl mən özüm haqqında məlumat verim. Adım Nərmindir. Bakı Avrasiya Universitetində sosial iş ixtisası üzrə bakalavr təhsil almışam. Bir dəqiqə zəhmət olmasa üzrlü sayın, kursdan səs gəldi. Deməli, harda qalmışdıq? 23 yaşım var. Bakı Avrasiya Universitetində sosial iş üzrə bakalavr təhsil almışam. Təhsil aldığım müddətdən sonra da bir çox sahələrdə fəaliyyət göstərmişəm, təcrübələrim olubdu. Bunlar təbii ki, fərqlidir. İnsan resursları üzrə təcrübələrim var. Data meneceri olaraq, SMM kimi, hətta call center olaraq da fəaliyyət göstərmişəm. Və hal-hazırda bir şirkətdə data meneceri olaraq fəaliyyət göstərirəm. Bununla yanaşı SMM təlimləri keçirəm, fərdi və qrup təlimləri. Təlimlərin keçmək məqsədim də sahəni yeni öyrənməyə çalışan şəxslərə, həmçinin öz bizneslərində SMM xidmətlərini həyata keçirməyə çalışan şəxslərə kömək məqsədi güdür. Özüm haqqında məlumat bu qədər. Mən indi slaydı sizə göstərib dərsə başlayıram. Bir dəqiqə zəhmət olmasa ekranı paylaşım. Ekranı görürsünüz. Görməsəz bir problem olsa, zəhmət olmasa səsinizi açın, bildirin mənə. Deməli, biz ilk olaraq sosial media marketinqdə elmi konsepsiyal əsasları danışacağıq. Burada proses nədən ibarətdir? İlk olaraq mən təbii ki, qrupu görmüsünüzdür. Mən ilk hansı? Bəli? Səsi zəhmət olmasa bağlayın. Deməli, burada əsas məsələ biz hansı mövzular keçəcəyik, onların izahını sizə verim. Ay, niyə belə oldu? Səsi bağladınız. Aha. Deməli, mən hansı mövzunu bir dəqiqə paylaşım davam eləyirmi, ona baxım. Yox, davam eləmir. Deməli, ilk olaraq biz nələrdən danışacağıq, onlar haqqında məlumat verim sizə. Birinci təlimimizdə sosial media marketinqin elmi konsepsiyal əsaslarını danışacağıq. Bu təlimdə sadəcə bu mövzunu əhatə eləyir. Çünki istəyirəm ki, nəyi öyrənəcəyik, hansı mövzulara diqqət eləyəcəyik, sosial media marketinqi nədir, bizim proseslərdə bizə nə kimi kömək eləyəcək, onları öyrənək. İkinci gün, yəni sabah, biz 4 gün ard-arda təlimlərimiz olacaq. İkinci gün iki mövzu olacaq. Visual brandingdən Reels algoritmləri və üzvü böyümənin elmi metodologiyasını öyrənəcəyik. Üçüncü gün daha doğrusu metada və SMM-də süni intellektin rolunu öyrənəcəyik və son dərsimizdə SMM meneceri kimi karyera və biznesin idarə edilməsi. Yəni SMM kimi hansı fəaliyyətlər göstərə bilərsiniz, öz biznesinizi necə idarə edə bilərsiniz, bu barədə danışıqlarımız olacaq. Bizim ilk təlimimizdə, yəni sosial media marketinqin elmi konsepsiyal əsaslarında bütün bayaq dediyim mövzulara toxunacağıq, amma daha konkret toxunacağıq. Amma digər günlərdə təlimdə o mövzular haqqında daha böyük məlumatımız olacaq. Sosial media marketinqində əvvəllər, belə deyim, insanlar məlumatları kütləvi informasiya vasitələri ilə alırdılar. Televiziya, radio, mətbuat, yəni bir tərəfli idi və xətti xəbərləşmə modelləri yerini çox tərəfli, interaktiv, dinamik bir strukturla əvəz elədi. Yəni belə deyim, əvvəllər biz məlumatı televizordan alırdıq, radiodan, mətbuatdan alırdıqsa, biz o aldığımız məlumata canlı reaksiya verə bilmirdik. Yəni iki tərəf
tərəfli ünsiyyət həyata keçmirdi. Amma artıq sosial media marketingi gələndən sonra canlı bir ünsiyyət, canlı bir məlumat prosesi həyata keçdi. Biz aldığımız məlumatları özümüz istifadə edə bilirik, onlardan kontent çıxardırıq. Həmçinin də fikir bildirə bilirik, yaxşı və ya pis rəylər bildiririk, bəyənirik və ya bəyənmirik. Canlılıq burada öz sözünü ifadə edir. İlk olaraq biz sosial mediada marketing nə deməkdir onu öyrənək. Sosial media marketingi rəqəmsal marketingin bir istiqaməti olub, sosial media platformaları vasitəsilə təşkilatın və ya brendin marketing məqsədlərinə nail olmaq üçün planlaşdırılan, həyata keçirilən və ölçülən fəaliyyət sistemidir. Yəni çox adam düşünür ki, SMM-dir, post paylaşacaq, mesaja cavab verəcək, story atacaq, onun işi burada da qutaracaq. Amma əslində çox yanlış düşünülür. Çünki həqiqətən SMM-in çox qarışıq, belə deyim, mürəkkəb bir prosedurlar həyata keçirir. SMM nədir? Bu barədə danışdıq və bunu da deyim ki, ənənəvi marketinqdən fərqli olaraq, yəni bayaq dediyimizdə, SMM-də istehlakçı iyerarxiyası modeli dəyişmişdir. Yəni bayaq da sizə bildirdim. Əvvəl biz müştərilər, reklamı görən bizlər, bizə marketinq həyata keçirən şəxslər bizim reaksiyalarımızı ala bilmirlər və biz pasiv tərəf hesab olunurduq. Amma indi tam əksinə, o reklam elədikləri məhsulları biz özümüz də reklam eləyə bilərik. Biz özümüz də fikir bildirib öz kontentimizi çıxarda bilərik. Sosial mediada, ikinci hissədə sosial media algoritmlərinin sosiologiyası və riyazi məntiqi haqqında danışacağıq. Mən təlimi keçəcəm. Bir hissədən sonra, bitəndən sonra mən sizin suallarınızı alacağam. İndi nə yazsanız da və ya nəsə reaksiya bildirsəniz də mən görə bilmirəm. İkinci hissədə, deməli burada algoritmlərin əsas məqsədini öyrənəcəyik. Hər bir sosial media platformasında müəyyən bir riyazi algoritma vardır. Yəni riyazi bir algoritmanın əsasında irəliləyir. Alqoritmanın əsas məqsədi istifadəçinin platformada keçirdiyi vaxtı maksimasiya etməkdir. Bu nə deməkdir? Yəni Reels-ə daha çox baxmalıdır, story-yə dəfələrlə geri dönüş etməlidir. Ümumiyyətlə bir Reels-ə baxanda o Reels onun o qədər diqqətini cəlb eləməlidir ki, gəlib bizim səhifəmizin digər o Reels-dən əvvəlki və ya Reels-dən sonraki videolarına da nəzər yetirməlidir. Burada bizim əsas xidmətimiz müştərini aldatmaq deyil. Onlara biz öz prinsipimizi, iş prinsipimizi necə uyğun, necə yüksək dəyər kəsb elədiyini onlara göstərmək. Yəni məsələ o deyil ki, mən müştərini cəlb eləyəcəm, müştərini səhifədə saxlayacağam. Həyata keçməyən, yalan olan vəhdlər verin. Bu düzgün proses qətiyyən deyil. Çünki o müştəri bir müddətdən sonra sizin nə qədər real, daha doğrusu qeyri-real bir səhifə olduğunuzun ya da iş olduğunuzun görəcək. İkinci tərəfdə burada hədəf kütləsinin segmentasiyası və psixoqrafik analizi barədə danışacağıq. Bu nə deməkdir? Burada demoqrafik, psixoqrafik parametrlər var. Əvvəllər hədəf kütlə sadəcə demoqrafik xüsusiyyətlərə əsaslanaraq seçilirdi. Yəni burada yaş, cins, coğrafi məkan, gəlir səviyyəsi meyarları ölçülürdü. Amma indi, yəni SMM-də psixoqrafik segmentasiya ön plana keçmişdir. Burada nələr aiddir? Dəyərlər sistemi və inanclar, maraq dairələri və hobilər, həyat tərzi, müəyyən problemlər qarşısında qorxular və motivasiyalar. Bu da nədən bizə kömək göstərir? Məsələn, siz öz səhifənizin nəyə xidmət elədiyini müəyyən etdikdən sonra, məsələn, tutaq ki, çanta səhifəsinin ya idarəsini siz eləyirsiniz, ya da sizə məxsusdur, SMM-lik xidmətlərini həyata keçirirsiniz. Siz burada çantanı seçən insanların siz seçməlisiniz ki, sizin hədəf kütləniz kimdir? Məsələn, mən digər təlimlərimdə iştirak edənlər də bilir. Bu nümunəni çox çəkmişəm. Məsələn, sizin hədəf kütləniz ucuzluq axtarırsa, amma sizin çantanız əl işidirsə və belə deyim, lüks bir markadırsa, sizin hədəf kütləniz deməli yanlışdır və o insanlar sizə
müraciət eləməyəcəklər. Və ya sizə müraciət eləyəcəklər, çox aşağı qiymətlərdə o məhsulunuzu istəyəcəklər. Amma tam tərsinə, sizin səhifənizdə ucuz deməyim, münasib çantalar var. Amma siz hədəf kütləsini müəyyən eləmisiniz və sizin videolarınızdan müştərilər elə düşünür ki, hə, siz bahalı, premium, heç kəsdə olmayan çantalar satışını həyata keçirirsiniz. Bu zamanda yenə müştəri ilə sizin aranızda ziddiyyət yaranmış olur və müştəri məhsulu səhifəni tanıya bilmir və nəticədə satış da olmur. SMM-in fəaliyyəti də yarımçıq qalmış olur. Düzdür. Proses budur ki, SMM səhifəyə insan yönləndirsin, yəni müştərini çəksin, satışı eləməsin. Amma sənin o yönləndirdiyin, çəkdiyin müştəri yanlışdırsa, deməli satışdakı alınmamalığın səbəbi sənin prosesindən aiddir. Yəni bu nüansa diqqət eləmək lazımdır. İkinci hissədə müştəri personajın yaradılma metodologiyası. Burada nədir? Brendin ideal müştərisinin xəyalı, lakin real verilənlərə əsaslanan prioritetin yaradılması prosesidir. Yəni, effektiv bir personal yaradarkən biz bu suallara fikir verməliyik ki, cavablarını bilməliyik ki, öz müştərimizin müəyyən edə bilək. Bu şəxs rəqəmsal mühitdə hansı dildə və üsulda danışır? Yəni, tutaq ki, sizin SMM-li etdiyiniz səhifə və ya istifadə elədiyiniz səhifə, öz səhifəniz də ola bilər də bu. Bu səhifədə hansı məhsulun satışı, hansı xidməti həyata keçirirsinizsə, üslubunuz ona uyğun olmalıdır və müştəri də o müştəriləri cəlb eləməlisiniz. Məsələn, təlim keçən bir səhifədir. Məsələn, bizim öz səhifəmizi deyək. Təlimlər həyata keçirilir, daha çox elmi proseslər həyata keçirilirsə, üslubuna ona uyğun olmalıdır. Burada daha səmimi, daha mehriban, daha cana yaxın üslub ola bilər. Amma professionallıqdan qaçırdır insanları. Yəni o insanlarda real nəticə yaratmır. İkinci olaraq, onun əsas ağır nöqtəsi nədir, onu müəyyən eləməlisiniz. Məsələn, sizin müştərinizin problemi nədən ibarətdir? Zaman qıtlığı çəkir, etibarsızlıqdırmı və ya ola bilər ki, məsələn, həmən təhsildən nümunə gətirdim. Ola bilər ki, valideynlərin problemi uşaqlarının zəif nəticə göstərməsidir və ya təlimdə iştirak edənlərin təlimdəki gözləntilərinin ödənməməsi kimi proseslərdir ki, bu onların ağrı nöqtəsidir. Və bunu siz necə müəyyən edə bilərsiniz? Sizin səhifənizə insanlar niyə müraciət eləyir? Sizin səhifənizə insanların verdiyi suallardan onu azdan çoxdan tuta bilirsiniz ki, bu insanın problemi nədir və nə istəyir? Üçüncü olaraq, bizim məhsul və ya xidmətimiz onun həyatında hansı boşluğu doldurur? İkinci sualı tapanda avtomatik olaraq üçüncü sualı da tapmış olursunuz. Bu da müştəri ilə dialoq əsasında qurulur. Məsələn, düşünə bilərsiniz ki, mən necə axı, hələ səhifəm yenidir, məhsulum təzədir, işi təzə bilirəm. Onda ilk dəfələrdə müəyyən eləyə bilməsəniz belə, bir-iki müştəri ilə danışandan sonra avtomatik olaraq o ağır nöqtəsi də müəyyən olunur, hansı boşluğu var, o da müəyyən olunur. İkinci hissə dedim, üçüncü hissə rəqib analizi və bazarda mövqeyləndirmə. Rəqib analizində belə deyim, heç bir brend rəqəmsal mühitdə məlumatsız fəaliyyət göstərmir. Yəni, rəqiblərin fəaliyyətini elmi şəkildə biz monitorinq eləyib, analiz eləməliyik ki, hə, mənim bu məhsulumu satan, 5 dənə satan, həyata keçirən idi, xidmət nədən ibarətdirsə, həyata keçirən 5 dənə səhifə var. Bu 5 dənə səhifənin, burada sizə qeyd eləmişəm, kəmiyyət və keyfiyyət analizi, indi adları da var, kvantitativ və kvalitativ. Burada rəqibləri biz analiz eləyərək həmin o prosesin nədən ibarət olduğunu müəyyən eləyirik. Məsələn, kvantitativ rəqib analizində rəqiblərin izləyici sayı, paylaşımların tezliyi, ortalama bəyənmə, şərh
sayıları rəqəmsal göstəricilərin statistik təhlilidir. Yəni məsələn, belə deyim də, bunu analiz eləyəndə sizdən daha yaxşı səhifələri analiz eləyin. Sizin kimi məsələn yeni açılmış, müştərisi az, takipçisi az olan səhifənin analizi zaten sizin elə özünüzü analiz eləməyinizdir. Ondan sonra özünüzü analiz eləyin. İndi digər slaydda özünüzü necə analiz eləyə bilərsiniz, o barədə məlumat verəcəm. Burada adətən uğurlu biznesləri, uğurlu sahibkarları analiz eləyin. Rəqiblərin izləyici sayının, paylaşım tezliyini, ortalama bəyənini müəyyən eləyəndən sonra kvalitativ rəqib analizi. Rəqiblər hansı vizual dildən istifadə edir? Müştəri şikayətlərinə necə cavab verirlər? Rəydəki tonallıq və tətbiq etdikləri unikal satış təklifləri nədir? Məsələn, kopyalamağın tərəfdarı qətiyyən deyiləm. Hər biznesin, hər belə deyim, fəaliyyətin özünə məxsusluğu bir prinsip olmalıdır. Amma siz onlardan nümunə götürə bilərsiniz. Yəni, tutaq ki, onlar təklif eləyirlər, məhsullarında 20% indirim. Siz 20% indirim eləməyin, 25% indirim eləyin və ya 15% indirim eləyin. Kimin mən nümunə indi çəkdim də, hərə öz fəaliyyətinə uyğunlaşdıra bilər bu prosesi. İndi dediyim kimi özümüzü analiz eləmək. SWOT analiz modeli və sosial mediada. SWOT analiz modeli sosial mediada, mən digər təlimlərdə də bu barədə məlumat vermişəm. Biz SMM-li fəaliyyətini həyata keçirəndə məhsulumuzun harda, necə və hansı problemləri var, hansı güclü tərəfləri var, imkanları, təhlükələri nədir, bunu bilməliyik ki, güclü tərəflərini önə çıxaraq, zəif tərəflərini inkişaf elətdirək, imkanlarını bildirək, yəni müştəri bilsin ki, filan şəxs və ya filan məhsul mənə bu imkanları verir. Təhlükələr nədir? Onları müəyyən etmək. Məsələn, güclü tərəfləri ekspert heyəti, unikal vizual üslub və yüksək büdcə. Ola bilsin ki, siz bir şirkətdə işləyirsiniz, SMM olaraq bayaqdan fərdi şəxsi biznes tərəfindən danışım, amma ola bilər ki, SMM-lik barədə təcrübələrini artırıb şirkətdə işləmək istəyənlər də ola bilər. Orada siz ekspert heyəti, yəni işçi heyətimizin savadlı olması, peşəkar olması, unikal özünə məxsus bir stilinin, vizual üslubunun olması, yüksək büdcə olması. Yüksək büdcədə bu necə ola bilər? Məsələn, göstərdikləri xidmətin premium olması və ya xidmət qarşılığında verdikləri büdcə yüksək olması kimi müəyyən oluna bilər. Zəif tərəflər, alqoritmik biliklərin azlığı, lənc-rey cavablandırma. Burada zəif tərəfləri SMM tərəfindən müəyyən elədim. Çünki nə qədər olmaya bütün proseslərdə ancaq hər şirkətin üzərinə atmaq ya da məhsulun üzərinə atmaq da düzgün deyil. Biz ola bilsin ki, həmin o şirkətə düzgün alqoritmik biliklər vermirik. Məsələn, düzgün kontent yaratmırıq, vaxtında reelsləri, videoları trendə uyğun həyata keçirmirik ki, bu da bizim zəif tərəfimiz olur. Və ya ola bilər ki, müştəri gəlir, kontent də qəşəng yaradırıq, reklam da qəşəng veririk. Bunların hamısını çox gözəl həyata keçirik. Amma gəl cavablandırmada problem olur. Cavablandırmada belə deyim, çox vaxt cavablandırmanı SMM-in üzərinə yükləyirlər. Amma SMM-in bir qolu kimi nəzərdə tutulur. Yəni, onun da bir əslində ayrıca xidmət haqqısı var. Ki, siz müştərilərlə də ünsiyyətə keçirsinizsə, yəni müştəri xidmətləri tərəfində həyata keçirsinizsə, bunun ödənişi var. Amma yox, əslində SMM-in borcu, SMM-in işi səhifəyə müştərini cəlb eləməkdir, düzgün müştərini cəlb eləməkdir. Cəlb eləyəndən sonra o müştərinin orada işi bitir. Amma necə? Məsələn, ola bilər ki, SMM-lər var ki, metada reklam vermirlər, sadəcə səhifənin kontentin yaradırlar, paylaşımı yaradırlar, səhifədə düzgün strategiya həyata keçirirlər. Amma eləsi də var ki, sırf reklam hissəsini eləyir, o digərini eləmir, meta tərəfini eləyir. Məsələn, mən özüm təlim hissəsində SMM-in təməl bilgilərini öyrədirəm. Amma metada sıfırdan reklam vermək, meta barədə də məlumat verirəm. Məsələn, siz bu təlimin meta hissəsində də metanın necə irəlilədiyini, hansı alqoritmlə, hansı qayda ilə irəlilədiyini öyrənirsiniz. Amma sırf metada necə reklam qurulur, onu fərdi şəkildə təlimlərdə keçirəm. Çünki onun özü bir gün vaxt tələb eləyir.
Neyse, uzaqlaşmayaq. İkinci imkanlar, yeni trendlər, rəqiblərin zəif SMM və yeni platformalar. Ola bilər ki, siz heç o dediyimiz zəif tərəfləri deyil, tam əksinə imkanlarınızdır. Yeni trendlər çəkilsiniz, sizin sahənizdə SMM ilə bağlı məlumatlar daha azdır və siz digər rəqiblərinizdən daha öndəsiz. Təhlükələr, alqoritmik dəyişikliklər, neqativ PR dalğaları bu nədir? Alqoritmik dəyişikliklər ola bilər ki, siz bir sistem üzərindən reklam verirsiniz. Bu adətən alqoritmik dəyişikliklər, bir dəqiqə. Alqoritmik dəyişikliklər adətən metada baş verir ki, metada reklam qurulandan sonra o reklamı ən azından ayda bir dəfə yeniləmək lazımdır. Prosesdə dəyişikliklər eləmək lazımdır. Edilməyəndə metada o büdcə çox aparır, amma nəticə yaxşı vermir. Neqativ PR dalğaları isə o deməkdir ki, biz məsələn ola bilər ki, biz öz xidmətimizi kimlərəsə təklif edirik ki, onları analiz eləsinlər, onları reklam eləsinlər. Amma verdiyimiz o reklama, məsəl üçün bu sadəcə metada reklam vermək deyil ki, canlı reklamlar da olur da. Blogerlər və ya digərləri. Orada yaxşı nəticə ala bilmirik. O bizim təhlükəmiz ola bilər ki, biz ona garanti vermirik. Yəni təhlükə odur ki, garanti vermirik. Mütləq təhlükə olmaya da bilər. Nəysə, ikinci analiz sistemində smart analiz sistemi. Bu deməli smart analiz sistemində biz ölçülə bilən, spesifik, əldə edilə bilən, uyğun və zamanla məhdudlaşdırılmış xidmətlər barədə danışırıq. Nədir? Burada izləyici sayımızı artırmaq və ya satışları çoxaltmaq hədəfindən istifadə etməməli olduğumuzu bildirir. Deyə bilərsiniz ki, axı niyə mənim hədəfim satışımı artırmaqdır, izləyicimin sayını artırmaqdır. Bu sizin hədəflərinizdən sadəcə biri olmalıdır. Çünki müştəri ancaq səhifəyə girib satış postları, izləyici sayını artırmaq üçün olunan postları görəndə o müştəriyə cəlb eləmir və müştəri oradan çıxır. Amma siz spesifik olaraq, məsələn, Smartın başlıqlarında indi məlumat verirəm, spesifik olaraq hədəfi dəqiq və aydın müəyyən eləsəniz, məsələn, Instagramda hansı kütlənin qabağına çıxmağını müəyyən eləsəniz və Instagramda qarşılıqlı əlaqəni müəyyən eləsəniz, bu spesifik olur. Ölçülə bilən isə rəqəmsal göstəricini təyin edilməlidir. Məsələn, mən həftədə 2 dəfə video paylaşmayacağam, 3 dəfə video paylaşacağam və ya mən bir ay ərzində 100 takipçi hədəfləməyəcəm, real takipçi deyirəm. 100 takipçi hədəfləməyəcəm, nə bilim 150 və ya daha aşağıda, yəni daha real nəticə, ölçülə bilən o olmalıdır. Əldə edilə bilən də resurslara və bazardakı şərtlərə uyğun olaraq real olmalıdır. Bayaq dediyimi ölçülə bilən. O ölçülə biləni dəqiq müəyyən olunanda əldə edilə bilən də ona uyğun olur. İkinci uyğun, brendin ümumi biznes məqsədləri və missiyası ilə belə deyim, səsləşməlidir. Sən məsələn satış səhifəsisənsə, satış səhifəsi yox, sən məsələn yəni çantadan düşdü. Çanta səhifəsisənsə, o çantanı özün hazırlayırsansa, o hazırlama prosesini, məhsulların məsələn qiyməti barədə və üzləşdiyin çətinliklər barədə və ya müsbət rəylər barədə məlumat vermək daha məntiqə uyğundur, nəinki əlaqəsiz şeyləri səhifəndə paylaşmaq. Həmçinin zamanla məhdudlaşdırılmış, burada müəyyən vaxt çərçivəsində bir məqsəd qoyulmalıdır. Məsələn, növbəti 3 ay ərzində filan hədəfə çatacağam. Bu filan hədəfdə spesifik ola bilər də, daha çox real hədəf olmalıdır. Arxetip nəzəriyyəsi. Arxetiplər nəzəriyyəsində ilk olaraq belə deyim, burada brendin sosial mediada istifadə elədiyi dil onun xarakterini müəyyən edir. Yəni sən SMM olaraq reklam elədiyin səhifənin dilini bilsən, onun xarakterini mənimsəyə bilsən, verdiyin reklamların və ya həyata keçirdiyin proseslər daha effektiv olacaq. Bunun üçün də
arxetiplər nəzəriyyəsindən istifadə olunur. Bu da nədir? Ekspert və müdrik. Məsələn, bilgi verən, maarifləndirici, elmi və etibarlıdır. Məsələn, siz düşünə bilərsiniz ki, mənim səhifəm elə bir səhifədir ki, ya da mən elə bir səhifə reklamını eləyirəm, SMM-liyini eləyirəm. Orada bilgi vermək qıtdır. Məlumat qıtlığı yaşır. Onu uyğunlaşdır. Məsələn, çantada siz necə məlumat verə bilərsiniz? Hansı geyim üslubuna, hansı çanta tipləri uyğundur? Bu kimi video hazırlayıb həyata videonu paylaşa bilərsiniz. Və ya tutaq ki, 2026-cı ilin yaz ayının dəbdə olan çantaları, dəbdə olan rəngləri, o rəngləri də deyib, ondan sonra çantaları müəyyən edə bilərsiniz. Mən bir nümunə üzərindən sizə izah eləyirəm ki, qarışıqlıq olmasın. İkinci, yaradıcı, innovativ, estetik, vizual olaraq fərqli, ilham verici dil olaraq. Məsələn, sizin çəkilişlərinizin burada önəmi çox böyükdür. Belə bir şey ola bilər ki, telefonunuz yaxşı çəkməyə bilər və ya da çəkə bilməyə bilərsiniz. O zaman proqramlardan istifadə edin, Pinterestdən istifadə edin, ondan Canva-dan istifadə edə bilərsiniz, ChatGPT-dən istifadə edə bilərsiniz. Düzdür, ChatGPT və Canva-nın pullu versiyalardır, amma Pinterestdən istifadə edə bilərsiniz. Yəni çalışın Pinterestdə də effekti ölməmiş, yəni yükləyəndə effekti ölməyən şəkillərdən istifadə edin. Hər kəsdən biri imajı. Burada da səmimi, daxili, gündəlik jargonlardan qorxmayan, yaxın dost təəssüratı yaradan dil olmalıdır və bu adətən nümunə də qeyd eləmişəm. Kafelərdə, fast food brendlərində, çanta səhifəsində də ola bilər. Məsələn, bu mənim təcrübəmdir. Sizdə necə olub kimi video tipində videolar hazırlaya bilərsiniz. Məzmun matrisi və qızıl nisbətlər. Burada məzmun marketingi və copywriting sənəti barədə danışacağıq. Content əsas rəqəmsal marketinqin aksiyomudur. Lakin biz bu kontenti strukturlaşdırmasaq, yəni belə deyim, ardıcıl etməsək, düzgün ideya, düzgün planda həyata keçirməsək, o kontent bizə müsbət rəy verməyəcək. İnsanlar, burada mən bayaqdan sizə danışıram, ancaq satış yönümlü, bir istiqamətdə edilən kontentlər real nəticə vermir, insanları uzaqlaşdırır və bu spam olaraq qəbul edilir. Müştəri tərəfindən real səhifə deyil olaraq qəbul edilir. Birinci, maarifləndirici kontentlər yaratmaq lazımdır. Maarifləndirici kontentlər nədir? İzləyiciyə fayda versin, onun intellektual ehtiyaclarını və sahə ilə bağlı suallarını cavablandıran məlumatlar olsun. Bu o demək deyil ki, müştəri sizə hər şeydən ötürü müraciət eləməlidir. Biliklərinizin 20%-ni, 30%-ni siz səhifənizdə göstərməlisiniz ki, sizin necə potensial bir biliyə sahib olduğunuzu, məhsul barədə, proses barədə, fəaliyyətiniz barədə biliyə sahib olduğunuzu bilsin müştəri və buna uyğun olaraq sizə yaxınlaşsın. Əyləncəli və emosional kontent. Əyləncəli və emosional kontent də əslində yaratmaq asandır. Öz işinizdə, sahədə trend olan videolar çəkə bilərsiniz və ya başınıza gələn əyləncəli nüansları qeyd edə bilərsiniz. Bu əyləncəli, emosional kontent də vacib deyil, əyləncəli ola bilsin. Ola bilsin ki, trajedik bir hadisə olubdur işinizdə. Onu da üslubuna diqqət edərək video hazırlayıb yarada bilərsiniz. İnam yaradan kontent. Burada müştəri rəyləri, sertifikatlar, iş prosesindəki pərdə arxası görüntüləri müəyyən edə bilərsiniz. Məsələn, video hazırlayırsınız, o videonun səhnə arxası nədən ibarətdir və ya səhifəyə reklam vermişsiniz və ya səhifəyə reklam vermişsiniz və ya səhifədə bir aylıq nəticəni tutaq ki, 100 takipçidir, bir ay olub 130, bunu qeyd edib səhifədə before after kimi göstərə bilərsiniz. Nəhayət satış yönümlü kontent eləyirsiniz, artıq müştəri maariflənir.
əylənir, emosional olaraq sizlə bir bağ qurur, inam yaradır. Daha sonra satış yönümlü kontentimizi yaradıb, məsələn, burada məhsulun qiyməti, kampaniyalar, birbaşa fəaliyyətlə çağırış videoları hazırlayıb müştəriyə təqdim edə bilərsiniz və bu kontenti bir ay qurur. Bir ay bu videoları hazırlayandan, yəni daha doğrusu bir aylıq qurub hazırlayandan sonra o sizin işinizi dəhşət yüngülləşdirəcək. Bir dəqiqə zəhmət olmasa. Deməli, vizual və video kontent strategiyasının idarə edilməsi. Biz kontenti mətn olaraq qurduq. Okey, videoda çəkdik. Amma bu videoda nələri diqqət eləməliyik və ya paylaşım eləyirik. Reels olsun, story olsun. Biz nələri diqqət eləməliyik? Vizual və video kontent strategiyasında neuromarketinq və rəng psixologiyası, bununla yanaşı şaquli video erası, Reels və TikTok strategiyası var. Neuromarketinqdə rənglərin bir psixologiyası var. Və diqqət eləsəz, dediyimdə qarşılaşmışsınızdır mütləq. Məsələn, göy rəng. Güvən, stabillik, peşəkarlıq rəmzidir. Bu adətən banklarda, korporativ şirkətlərdə bu rənglərdən istifadə olunur. Məsələn, mən özüm əmlak şirkətində işləyirəm. Əmlak bizim öz şirkətimizin logosu, videolar, arxa fonlar göy rəngli müştərilərə belə deyim, təqdim olunur. Və o müştəridə inam yaradır. Çünki niyə əmlakda böyük summalar, böyük vəsaitlərdən istifadə olunur axı? Müştəri ora neçə minlik pul qoyur, ev alır, ev satır. Burada güvən yaranmalıdır. Qırmızı rəng, təcillik və iştaha oyadan rəngdir. Burada kampaniyalarda, qida sektorlarda və məsələn KFC olsun, McDonald's olsun, onların fonlarında qırmızı rənglərdən istifadə olunur. Sarı və narıncı rəng enerji, optimizm və diqqət çəkicilikdir. Burada da məsələn mağazalarda endirimlər olanda sarı etiketlərlə göstərilir, diqqət eləmisinizsə. Yəni bunların hamısının marketinqdə bir sirri var. Bunlar boş-boşuna edilən bir proseslər deyil. Yaşıl rəng məsələn təbiilik, sağlamlıq, ekologiya və yenilənmədir. Siz öz rənginizi, öz işinizə uyğun rəngi deməli ChatGPT vasitəsilə düzgün prompt verərək də, düzgün əmr verərək də axtarıb tapa bilərsiniz. Daha sonra şaquli video erası, Reels və TikTok strategiyası nədir? Şaquli və qısa videolar hal-hazırda sosial media platformasında üzvü böyümənin ən effektiv alətidir. Uğurlu bir videonun da xüsusi riyazi struktura malikdir. Məsələn, deyirik, videonun ilk 3 saniyəsi diqqət cəlb eləməlidir. Bəli, bu çox önəmlidir. Əgər müştəri sizdə o ilk 3 saniyəni, yəni qarmağa düşməsə, o video uğursuz hesab olunur və nə sosial şəbəkədən reklam vermədən önə çəkilmə, nə də reklam verilsə belə Meta onu uğursuz hesab eləyir. Yəni reklam verilən o proqram uğursuz hesab eləyir və sizdən büdcə daha çox çıxır. Tərsi halda da tam tərsi olur. Uğurlu hesab eləyəndə də Meta sizdən az büdcə ilə yüksək nəticə verir. Nəysə Meta'ya getdik. İkinci isə ilk o 3 saniyəsi qarmaq olmalıdır. 3 saniyədən 15 saniyəyə qədər dəyər və dinamik olmalıdır. Burada sürətli kadr dəyişmələri, alt yazılar, dinamik səs effektləri mövzunu izah eləməlidir. O 3 saniyə qarmaqda isə vizual və ya şifahi olaraq istifadəçinin ekrana keçirməsinin, sürüşdürməsinin mane olan bir element olmalıdır. Çox vaxt insanlar burada o yapay zeka şəkilləri var, insanın çox diqqətini çəkir. O şəkillərdən istifadə edir. Mövzu ilə əlaqəsi olduğu müddətdə niyə də olmasın? 15-20 saniyə. Burada videonun sonunda izləyicinin profili təqib etməyə və ya rəy bölməsini öz fikrini bildirməyə dəvət edirsiniz. Məsələn, sual verirsiniz. Sizdə də mi belədir və ya sizin bu barədə düşüncələriniz nədir? Çəkdiyiniz videoya uyğun olaraq bir müştərinin cavab verməli olduğu sual yönləndirirsiniz. Və bu da şaquli video erasının təməli olur.
Rəqəmsal reklam strategiyaları və hədəfləmə. Burada reklam həracı və hədəfləmə, targeting növləri var. Bu bayaq sizə dedim, meta barədə də məlumat verəcəm. Burada sadəcə meta barədə qısa bir məlumat verirəm. Ondan sonra əsas təlim günündə ətraflı məlumat verəcəm. Deməli, reklam həracı necə işləyir? Burada metada, yəni platformada reklamlar sadəcə pulun miqdarına görə nümayiş olunmurlar. Ümumi dəyərə görə müəyyən olunurlar. Ümumi dəyərdə nədir? Yəni sizin o bayaq dedim, reklam mətniniz və vizualınız nə qədər keyfiyyətlidirsə, istifadəçilər tərəfindən müsbət qarşılanırsa, meta sizdən daha az büdcə tutur və bunun da qarşılığında həmin o videonu daha çox insanın qabağına çıxarır. İkincidə hədəfləmə. Hədəfləmədə də əsas kütlə var, xüsusi hədəf kütləsi var, oxşar hədəf kütləsi var. Bu nə deməkdir? Əsas hədəf kütləsindən maraq dairələri, demoqrafik göstəriciləri və davranışlara görə əllə seçilən kütlədir. Yəni siz orada reklam verəndə öz hədəf kütlənizi əlindən seçirsiniz. Yaş aralığını olsun, xüsusiyyətləri nə olsun, kimi müəyyən nüanslar var ki, onu əllə seçirsiniz. Xüsusi hədəf kütləsi burada birəncə daha əvvəl əlaqəli olmuş, sizin veb saytınızı ziyarət edən, Instagram profilinə baxan və videonuzun 50%-ni izləyən işli kütlə olur və hədəfləmədə ona üstünlük verirsiniz. Oxşar hədəf kütləsi isə sizin səhifəniz kimi digər səhifələri də araşdıran, digər səhifələrdə nəzər yetirən şəxslərin potensial müştəri kateqoriyasına aid olan insanları hədəfləyirsiniz. Deməli, data analitikası və KPI'lər. Burada fundamental SMM metrikləri və ROI analizi var ki, o barədə məlumat verəcəyim. Ölçülə bilməyən proses idarə edilə bilməz. SMM-də fəaliyyətinin effektliyini aylıq və həftəlik analitik hesabatlar vasitəsilə yoxlanmalıdır. Sən bir proses həyata keçirirsənsə, həm özün yoxlamalısan, həmçinin də siz fəaliyyət göstərdiyiniz qurumda, şirkətdə müştəri sizdən nəticə istəyir ki, hə, məndən bu qədər ümid edirəm ki, qoşulmada bir problem yaşamadınız. Mən davam eləyim. Nəsə problem olsa qrupda yazarsınız ya da səsinizi açıb bildirərsiniz, zəhmət olmazsa. İkinci biz harda qalmışdıq? Data analitikasında. Burada nədir? Mən məlumat verdim. Fundamental SMM metrikləri nə deməkdir? Burada əsas əhatə dairəsi, təəssürat, qarşılıqlı əlaqə nisbəti və konversiya nisbəti var ki, bu da nədən ibarətdir? Əhatə dairəsi reklamı və ya paylaşımı görən unikal istifadəçilərin sayı deməkdir. Təəssürat isə paylaşımın ümumi görünmə sayıdır. Bir nəfər eyni paylaşıma 3 dəfə baxa bilər. Məsələn, qarşılıqlı əlaqə nisbəti isə paylaşımın aldığı reaksiyaların həmin dövrdəki ümumi izləyici və əhatə dairəsində olan faizidir. Məsələn, bəyənmədir, şərhdir, yadda saxlamadır və paylaşmadır. Siz burada bu prosesləri analiz edərək müştərilərə və ya şirkətə məlumat verirsiniz. İnvestisiyanın gəlir analizi isə bu ikinci analizdir. İnvestisiyanın gəlir analizində SMM-ə qoyulan vaxtı və zaman resurslarının biznesə gətirdiyi xalis mənfəətin hesablanmasıdır. Yəni, biz burada əsas olaraq SMM-də əldə olunan qazancdan çıxırıq SMM xərclərini. Bu da elə bil SMM-dən əldə olunan qazancdan SMM-in xərclərini çıxırıq və maddi olaraq mən SMM-ə bu qədər pul qoymuşam, bu pulun bu hissəsini reklama xərcləyib, məsələn, müştəri düşünür də, mən buna xidmət haqqı vermişəm, tutaq ki, 100 manat,
bu xidmətimə reklama qoymuşam 100 manat və mənə nəticə verib 50 manat. Deməli bu strategiya uğursuz hesab eləyir və ya tam tərsi. Ümumi müştərinin SMM xidmətlərinə və reklama çıxıb 200 manat, amma müştəri 500 manatlıq məhsul satış eləyibdi və ya 500 manatlıq qazanc əldə eləyibdi. Bu 500 manatın 200-ünü çıxaq həmin o xidmətə, yerdə 300 manat qazancı olubsa bu uğurlu hesab olunur. Yəni nəticədə həmin o sistemə uyğun olaraq da biz müəyyən eləməliyik ki, xərclərimiz gəlirimizdən nə qədər çox olur da, ya da nə qədər öhdəliyir. Nəticə olaraq belə bir nüans qeyd edeyim ki, SMM, sosial media marketingi statik bir qaydalar toplusu deyil. Daim təkamül edən canlı rəqəmsal orqanizmdir. Bu o deməkdir ki, yəni SMM-likdə bir proses daimi irəliləyir. Sən reklam verirsənsə, səhifəni idarə edirsənsə, gündəmi mütləq Türklər demiş, takib eləməlisən, izləməlisən ki, aktiv olmalısan, sevinç olmalısan, həmçinin də data əsaslı qərar verməlisən ki, mən bu reklama bu qədər xərclədim, bu qədər vaxt sərf elədim, belə qurdum, bu necə uğurlu nəticə verdim. Deməli belə, bizim təlimimiz